تنگی هرمز باز نخواهد شد. İran münaqişəyə son qoymaq üçün şərtlərini açıqlayıb. Bugün İran, İsrail və ABŞ ilə davam edən gərginliyə son qoymaq üçün əsas şərtlərini bildirib. Bu barədə Sepahın keçmiş baş komandanı və hazırda İranın Məsləhət Şurasının katibi olan Mövsüm Rezai danışıb. Rezai'nin sözlərinə görə münaqişəyə son qoymaq qərarı Tehranın əlindədir və İran eskalasiyasını dayandırmağı müəyyən şərtlər daxilində nəzərdən keçirməyə hazırdır. O qeyd edib ki, bunun üçün iki əsas tələb var. Birincisi, ABŞ tərəfindən İrana dəyən ziyanın tam şəkildə ödənilməsi və gələcək üçün 100% təhlükəsizlik zəmanətlərinin verilməsidir. Rezai əlavə edib ki, belə zəmanətlər yalnız ABŞ hərbi qüvvələrinin Fars körfəzi bölgəsindən çıxarılması ilə mümkün ola bilər. Buna isə Trump ancaq deyə bilər ki, ay Rezai, yuxunda Trump heç bir bazasını tərk etmə fikrində deyil məncə. Nəyə gəlir ki, nəyə də çıxsın? İndi Əfqanistanın Talibana verilməsi istisnası ilə